Babalarımızın yediyi o ətirli meyvə tərəvəzin dadı niyə indi yoxdur? Yox, əsas səbəb təkcə GMO və ya dərmanlar deyil. Supermarketə girəndə hər şey par-par parıldayır. Elə bil jurnaldan çıxıb. Amma yeyirsən, su dadır. Çünki dövrümüzdə fermerlər məhsulu dad üçün yox, iki şey üçün yetişdirir. Gözəllik və logistika. Məsələn, bu pomidor parnikdən sənin süfrənə gələnə qədər çox uzun yol qət edir. Yolda əzilməməsi üçün qabığı qalın, içi isə bərk olmalıdır. Alimlər bitkini dözümlü və qəşəng olsun deyə yetişdirəndə dad və ətir verən genlər avtomatik silinib gedir. Üstəlik məhsul tez böyüyür deyə torpaqda qalıb o xeyirli mineralları canına çəkməyə vaxt tapmır. Nəticədə iri, qüsursuz, amma elə bil karton dadı verən bir maket alırıq. Əsil dad axtarırsansa, vitrində parıldayanı yox, əyri-üyrü, eybəcər, amma təbii görünən məhsulu seç. Çünki hər dəfə bəzəkli məhsul alanda, istər-istəməz düşünürsən ki,